Səhlənkarlıqdan və ya kasıblıqdan. Qırğız boksçu Munirbek Seyidbek Fransaya məşqçisi və sekundatı olmadan gedib. Qırğızistan millisi 28 yaşlı boksçunun qələbəsinə inanmadığından ilk döyüş baş verməmiş ona geri dönüş bileti də alıblar. Mənzərəni görən özbəklər Qırğızı tək qoymamaq üçün yanına qaçıblar. Başda Özbəkistan millisinin məşqçisi Akmal Həsənov olmaqla özbək boksçular ilk qarşılaşmada Qırğız idmançı ilə yarışa çıxıb. Döyüş strategiyasının qurulmasına, su daşımağa, dəsmal yelləyib masaj etməyə başlayıblar. Və sürpriz, Qırğız boksçu Munirbek ilk döyüşdə qalib gəlir. Növbəti döyüşlərdə də özbəklər Qırğızı tək qoymurlar. Film kimi səhnə burada başlayır. Qırğız boksçu Munirbek ona kömək edən özbəklərlə finala düşür. Özbəkistan məşqçiləri danışılmış oyun şübhələri ilə xəbərdarlıq aldıqlarından finalda ona kömək edə bilməyəcəklərini bildirirlər. Final döyüşündən əvvəl rəqib olsalar belə onu qucaqlayıb uğur arzulayırlar. Özbək məşqçi Akmal Həsənov ona xələt və özbək milli baş geyimi bağışlayır. Finalda isə Qırğız boksçu Munirbek özbək boksçu Abdulmalik Xalakova məğlub olur. Gümüş qazanır. Qızıl qazanan rəqibindən daha çox sevinir, çünki boks üzrə ilk finala düşmüş